Mənzərə hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çox dadlı, südlü xəmirdən belə dadlı pizza reseptini paylaşacağım. Səhəri günə qalsa belə yumuşaq qalır, tərkibində xəmirin süd olduğu üçün. Həm də istədim biraz reseptini elə deyim ki, böyük bir ailəyə çatacaq qədər də olsun. Bu ölçüdə 4 ədəd böyük pizza çıxır. Həm çox dadlı olur, həm çox sərfəlidir. Xəmirin dadı o qədər gözəl olur ki, İnşallah ki, siz də bəyənərsiniz, hazırlayarsınız. Buradan da xalqımın, məni izləyicilərimin Ramazan bayramı münasibətilə təbrik edirəm. Bilirsiniz, 11 ayın sultanı olan bayramımız hər birimiz üçün, bütün müsəlmanlar üçün əziz, özəl bayramımızdır. Tutduğumuz orucda inşallah ki, Allah qəbul eləsin. Nə niyyətlərimiz, arzularımız varsa inşallah ki, gerçək olsun. İftar süfrəsini çox dadlı, gözəl edə bilərsiniz. Həm rahatdır. Xəmiri hazırlayıb əvvəlcədən soyuca saxlayıb iftara yaxın da bişirə bilərsiniz pizzaları. İndi isə başa salacağım ki, necə hazırlayıram. Əslində çoxumuz bilirik, pizza hasant bir resepti. Sadəcə bir-iki izləyicim məndən paylaşmamı istəmişdi. Əslində kanalımda var, başqa bir reseptlədir. Ona görə istədim ki, yenidən paylaşım. Sizə xoş izləmələr. İlk öncə unumuzu, burada 8 stakan unumuz var. Əleyhdən keçirmişim unumuzu. 2 stakan ilıq süd, istidən ilıq süd, 1 stakan da ilıq su qatışdırmışam. 2 yemək qaşığı şəkər tozu, 2 yemək qaşığı duz, 6 yemək qaşığı duru yağ, 1 dolu yemək qaşığı quru maya, 2 ədəd yumurta. Bu qədər sadədir. Tək sunan da edə bilərsiniz, amma südlə olan daha fərqli olur. Xəmir çox dadlı olur. Yaxşıca xəmiri yoğururuq. Ələ yapışma yumşaq bir xəmir alınmalıdır. İlk öncə şəkər tozu və quru mayanı üstə belə əlavə edirik. 1-2 dəqiqə belə saxladıqdan sonra isə unun içərisinə əlavə edib xəmirimizi yoğuracağıq. Beləcə xəmirimizi hazırlayırıq yaxşıca. Sonra isə qoyuruq gəlsin. Təxmini 1 saata falan çox gözəl gəlir. Baxın nə yaxşı gəlib. Yaxşıca bükək ki, tez gəlsin, tez mayalansın. Sonra belə isə kündələrə ayıracağıq. Mən 4 ədəd kündəyə ayırdım. Çox ondan istifadə eləmək istəmədim. Belə yumuşaq xəmirimiz olur. Qəşəngcə kündələyirik. Kündəni də qoyuq dincəlsin. Bir təxmini 10-15 dəqiqə dincəlsə yaxşı olar. Və kündə dincələndə daha gözəl olur. Ümumiyyətlə bütün xəmirlərdə, şirniyyatlarda kündə dincələndə daha yaxşı olur. Sonra isə yayıb hazırlayacağıq. İçərisinə də istədiyiniz ərzaqdan istifadə edə bilərsiniz. Mən kalbasından istifadə elədim. Təbii ki, halal kalbasından istifadə elədim. Siz istəsəniz kalbasa, sosis, göbələkli, nə istəsəniz əlavə edə bilərsiniz. Bizim uşaqların zövqünə qədərdir. Belə incə-incə doğranmış kalbasadan, pomidor, burada 3 ədəd orta boy pomidor, kalbasa, 2 cür pendirdən istifadə edirəm. Həm halland, həm parmezan pendiri. Hər ikisini bir-birinə qatan daha dadlı olur. Siz təbii ki, sadəcə pizza pendirindən istifadə edə bilərsiniz. Sonra isə belə hazırlayıram. Mayonez və ketçup qatışdıracağım. Xəmirinə sürtmək üçün. Sadə pizza hazırlayım. Dediyim kimi əlavə edə bilərsiniz. Qarğıladığını istifadə edə bilərsiniz. Belə içlik bu qədər. Hər iki pendiri bir-birinə qatanda dadlı olur. Pizza da gözəl olur. Çünki birinin yağlılığı yaxşıdır, birinin yağı nisbətən azdır. Yəni ümumilikdə 200-400 qram pendir. Siz istəsə birbaşa 400 qram pendiri sadəcə bir növündə ala bilərsiniz. Burada hazırladığıma baxın. İçlik üçün əlavə etdim. Duz istiyotunu da əlavə etdim. Tavamı yaxşıca unlayıram. Öncədən peçə 180 dərəcədə isidirəm. Beləliklə xəmirimi yayıb, az yayırım. Sonra tavada əlimlə də açacağım. Beləcə qoyuram, əlimlə də açıram. Xəmir çox gözəl gəlib, çox yumuşaq bir xəmir olur.
Belə çəngəl vasitəsilə belə dəliklər açıram ki, lazımsız yerə qabarmalar olmasın. Hazırladığım sosu beləcə çəkirəm altdan. Bol-bol çəkin, elə daha dadlı olur. Yəni mayonezin və ketçupun azlığı çoxlu sizə qalmış, zövqünüz necə uyğunsa. Biz də mayonezi daha çox sevilərik. Ketçupu biraz az əlavə etdim. Beləcə pendirindən də səpirəm. Sonra isə üzərinə pomidorun və kolbasasını düzəcəm. Təkər üzərinə pendir vura da bilərsiniz, vurmaya da bilərsiniz. Mən 2 ədədi üzərində pendirli etdim. 2 ədədi isə üzərinə pendirsiz. Yəni deyirəm, evdə zövqünüzə görə necə uşaqlar bəyənirsə, özünüz necə sevirsinizsə əldə edə bilərsiniz. Əlavə biber də vura bilərsiniz, vurladığım kimi. İstədiyiniz məhsul. Zövqə görə necə istəsəz əldə edə bilərsiniz. Əsas odur ki, xəmirimiz gözəl olsa, üzərinə nə əlavə etsək də onsuz da gözəl dadlı alınacaq. %180 dərəcədə qoyuq bişməyə. Sonra isə digər pizzalarda eləməyə başlayıram. Eyni ilə belə sırana eləyib hazırlayıram. Burada sadəcə doğramağım biraz fərqli doğradım. Daha incə doğradım. Burada artıq bişib. Hazırda altında göstərəm. Baxın, kənarı necə yumuşaq olur. Təbii ki, istəsəz daha incə edə bilərsiniz. Kündələr daha balaca etsəz daha incə olar. Beləcə kəsirəm. Göz haqqınızı halal eləyin, izləyirsinizsə. İnşallah ki, hər biriniz iftarda hazırlayın, edin. Bu xəmirlə çox-çox gözəl olur. Bu xəmirlə bulka resepti də gözəl olur. Praşki resepti elə bilərsiniz. Çox gözəl dadlı bir xəmirdir. Resepti çox gözəl olur. Bir də kəsirəm. Bu da ikinci göstərirəm. Belə ümumilikdə 4 ədəd hazırladım. Yumuşaq olur, görünüşdə gözəl olur. Burada baxın, üzərlərini pendir əlavə etməmişəm. Üzərini sadə saxladım. Beləliklə pizzalarımız hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı unutmayın hələ.